Uşaqlar, hər vaxtınız xeyir olsun, hər bir salamlayıram millət. Bu günləri də maraqlı video olacaq. Həmişəki kimi onsuz da bütün videolarımız maraqlıdır. Kanalda sən demə 1000-dən çox video var imiş uşaqlar. Mən də deyirəm ki 900-nə qədər video olar. Akasa mini keçmişik millət, çox sağ olun, təşəkkür edirəm hər birinizə. Bu baxış sayıları, bu like'lar hamısı sizə görədir. Sənə görədir dostum. Əgər sən də kanala abunə olmamısansa abunə ol və bizə dəstək olmağı səndən rica eləyəcəm. Çünki sənin dəstəyin çox önəmlidir və mən səni buradan like eləyirəm və sənin də heç bir saniyə vaxtını almayacaq ki, videonu bəyənmək və kanala abunə olmaq. Və real pul qazana bilərsən, konkurs var və konkursda iştirak eləyə bilərsən. Videoları izlə, hər həftə bizdə pul qazanan dostlarımız var. Görək bu günləri nə edə bilirik? Vay, danışana kimi burada artıq belə bir double button getdi yuxarı, gözəl bir double button. Retestdən yenidən yuxarı keçid almaq olar. Breakout strategiyası hal-hazırda burada işlədi uşaqlar. Gəlin sizə bunu vizual olaraq göstərim. Millət, əgər maraqlıdırsa, brokerin linkini aşağıda saxlamışam. Qeydiyyat eləyə bilərsiniz və tradeinizi eləyə bilərsiniz. Baxın, burada gözəl bir belə bir breakout strategiyası ilə keçid almaq olardı. Hansı ki, buradan yuxarı uşaqlar, yuxarı biz danışdıq və burada hal-hazırda aşağı bir gedişat olmalıdır. Bəlkə deyirəm biz retestə gedən yerdən götürək. Nə fikirləşirsiniz uşaqlar? Fikriniz önəmlidir, əlbəttə ki, yazırıq və fikir bildiririk. Deməli uşaqlar, görürük ki, qiymətimiz yuxarı gedir. Bizdə belə bir koridor var, hansı ki, qiymət hər dəfə yuxarı gedib və aşağı gəlib. Görürük ki, birinci təpə var, ikinci təpə var, üçüncü təpə var. Təpədirmi bu? Xeyr, uşaqlar, burada məncə gəlmişik biz, düşmüşük. Hansı ki, bizdə 70%lik imbalans olub, yəni burada geri qayıtma olub. Geri qayıtmamız isə bizim buradan başlayıb. Gəlin uşaqlar, təlim videomuzdur. Videoları bəyənirik və öyrənirik uşaqlar. YouTube-da olan dostlarımıza da videolar olsun deyə kim istəsə, təbii ki, akademiyamıza da təşrif buyura bilər və akademiyamızda da öyrənə bilər. Görürük ki, biz qiymət həqiqətən də gəldi. Uşaqlar, buradan mən girəcəm artıq breakout-la korreksiyaya. Yəni istəyirəm burada geri düşüşü də tutum. Nəyə görə uşaqlar? Çünki geri düşüş bir 50%lik imbalans olmalıdır və bu korreksiya olur. Çünki buradan da long girmək istəyirəm mən. Və düşünürəm ki, bu düşüşdən sonra burada qiymət dayanıb və bunun məqsədi yuxarılara getməkdir. Yəni də gəlin biz böyük time frame-də də baxaq. Təbii ki, bir dənə 5 dəqiqə çox böyük time frame bizə lazım deyil. Çünki biz binary-deyik və 1-2 dəqiqəlik əməliyyat açırıq. 3 dəqiqə əməliyyatı qoyaq. Uşaqlar, rahat yanaşırıq. Rahat. Gəlmişik, çətinləşdirmirik. Baxdıq 5 dəqiqəyə. Aha, ilk beynimizə nə gəldi görən kimi. Aha, burada gəlin biz 3 dəqiqə aşağı 50 dollarla əməliyyat açaq. Uşaqlar, gəlin situasiyanı aydınlaşdıraq. Görək burada nəyə görə biz aşağı əməliyyat açdıq. Çünki biz görürük ki, burada bizdə belə bir koridor var. Hansı ki, qiymət bunun içində, düzdürmü? Düşüş olub, gəlmişik, bəli, hər şey panyatna, hər şey yerində. Bizdə belə bir təpələr var, aydın oldu mu? Birinci təpə var, ikinci təpə var, üçüncü təpə yoxdur, təəssüf ki, hələ ki. Və ola bilərmi? Düz deyirsən, ola bilər. Bəli, sadəcə qiymət burada bərkiməli və yuxarılarda bax. Bu çox təhlükəlidir. Burada artıq bildiyin qırılma baş verə bilər və qiymət uçub gedə. Burada yalnız əgər qiymət buralara eyni situasiyanı gözləməlisən. Məsəl üçün belə bir şey olmalıdır. Sən toxunuşlar görməlisən və qırılmaya girməlisən. Və yaxud da ki, sən buradan heç bir təpəyə dəyən kimi short açım əməliyyatı olmamalıdır. Çünki bu yuxarılara bilmirsən burada bu dayanacaq yox. Çünki 3-cü dəfə dəyir və 3-cü dəfə toxunuş qırıb getmə ola bilər. Ona görə burada sadəcə biz gözləyirik ki, bizim qiymətimiz gəlsin aşağılara. Yəni buralara gəlsin, hardasa 70%lik imbalans. Deyək ki, hardadır burada Fibonacci olmalı idi. Deyək ki, bunu ekranı böyüdək. Millət, imbalans nədir? Məsəl üçün, buradan bura qiyməti alıblar, düzdürmü? Bu artıq bahadır və qiyməti salmalıdırlar biraz aşağı, düzdürmü? Baha nə vaxt olur? Artıq bazarda alıcı sayı azalanda, qiymət başlayır düşməyə. Çünki alıcılar bazara cəlb eləmək lazımdır. Alıcıları cəlb eləməyin yeganə yolu nədir? Qiyməti salmaqdır. Ona görə də imbalansdan istifadə eləyin, yararlanın və öz əməliyyatlarınızda bu strategiyanı işlədin. Baxın, neçənci videoda artıq biz bu strategiya ilə gedirik uşaqlar. Görək bizdə
50 dollar yatırım var və bizə 41 dollar pul verəcək. Həmən bu yatırım bizə. Əgər itirsək 50 itirəcəyik. Aydın olurmu? Yəni burada belədir. Situasiya belədir. İtirsək hamısını itiririk, qazananda 90% və yaxud da ki, nə qədər 82% evro dollar verir bizə. Hal-hazırda real valutadayıq, bir indekslərdə deyilik. Real valutada trade edirik. Vso, burada bizim əməliyyat plusla bağlandı. 41 dollar keşimizi götürdük. Mən buradan yenə də bir 3 dollar aşağı açacağam, amma necə açacağam? Burada artıq mən Martingale-a güvənib açacağam və Martingale deməyək, double deyək. Çünki millət, biz aşağı gedirik, bizdə hal-hazırda düşüş olub və yenə də burada demirəm sizə fraktaldır. Yəni dünyada hər şey Fibonacci qanunlarıdır. Bunun da 50% bir korreksiyası olmalıdır. Məsəl üçün başqa şey baş versə uşaqlar, baş versin, problem yoxdur. Burada bir koridor var uşaqlar. Burada bir koridor var. Və burada belə bir gedişat var. Buranı bir daha görmək istəyər, ondan sonra isə düşə bilər. Yəni ikinci təpəni də gör. Hoppa, getdi bizim əla, vso. Ay 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 ay. Hələ ki açmıram uşaqlar. Nə yaxşı oldu? Mən orada sizə göstərəndə bu mənə xeyri oldu, bax. Mənim onu sizə göstərəndə bu qiymət qalxdı. Yoxsa mən buradan da birini açacaq idim, bax buradan. Hansı ki, təpə saymışam buranı. Amma ola bilir ki, məsəl üçün, burada çoxlu stop-loss olanda, Forex bazarında gedib iminli o stop-lossları qırmaq üçün burada bir dənə 200 dollarla mən short açardım amma. 100 dollarla. Yəni 100 dollarla bir dənə short açardım aşağı, aşağıları görmə ümidi ilə. Əgər buradan yuxarı getsək, biz 150 dollar pul itirib çıxacağıq buradan, gedəcəyik başqa yerə. Çünki uje burada mən situasiya görmürəmsə, mən gedəcəm. Görə biz burada niyə görə minus elədik ki? Karatkastroçni, yəni qısa müddətli longa görə. Elə dediyim baş verir ki, gəldi bu 3-cü təpəyə, 3-cü dəfə buranı görməyə uşaqlar, əla. Əgər bizdə 3-cü dəfə buranı görürsə, biz binarda gəlib buradan gözəl bir əməliyyat aça bilərik. Məsəl üçün, təpələrə dəyəndə biz əməliyyat aça bilərik. Forex-də təsdiq almalıyıq. Bax, təsdiq almalıyıq. Çünki binarda bu dəyəndən sonra korreksiya verməsi çox məqsədə uyğundur. Amma Forex-də korreksiya versə də sən əməliyyatdan çıxmırsan. Aydın olurmu sənə? Çünki sən trendi götürməlisən nəsə qazanmaq üçün. Ona görə də sən, məsəl üçün, binarda burada qazana bilərsən, amma Forex-də bu boyda məsafədə sən qazana bilməyəcəksən. Çünki pips azdır, pips lazımdır Forex-ə. Ona görə Forex-də təsdiqlərdən giririk, binarda isə təpələrdən girmək olar. Amma yenə də deyirəm, baxmaq lazımdır. Yenə də heç olmasa bir neçə dəfə bir təsdiq alasan ki, görürsünüz, burada girdik. Nə qədər gəldi ki bu? 20% cəmi ucuzlaşdı mı, yoxmu? 20% ucuzlaşdı və buradan artıq yenə də nəyə görə? Çünki burada alıcıların sayı çoxdur. Sərf eləmir bazarı ora aparmaq. Bu bazarı biraz da yuxarı aparıb, birinci shortları yoldan çıxartmaq lazımdır, sonra isə longları. Yəni burada bu strategiya ilə işləyir. Görürsünüz, hələ basıb gedir. Yəni burada mən hələ ki açmıram. Heç olmasa açmalı da olsam, binarda belə olsam, yenə də mən hansısa bir dönmə gözləməliyəm buradan. Yəni dönmə gözləməliyəm uşaqlar. Dönmə nədir? Baxın, burada sahə var bizdə. İndi mən yenə də danışacağam, yenə də itirəcəm. Baxın, kursorla baxın, bax bu mışqa ilə. Görürsünüzmü? Burada yer var. Bax bu yer, bu həmən bu support sahəsi. Əgər buradan aşağı qırılıb, burada aşağıda bir şam bərkiyərsə, yenidən mən shortlarıma davam eləyə bilərəm. 150 dollarla mən 2 dənə 3 dəqiqəlik 150 dollarla açacağıq biz. Əgər istədiyimiz şey olsa, gördünüzmü? Yaxşı açmamışıq. Gördünüzmü? Aha, gəldi. Bu təpiyə kimi çatdı. Bunu göstərməsəm ürəyim partlayacaq. Bir dəqiqə, ayda. Siz nə edirəm uşaqlar, bax bunu. Burada gördünüz, gəlir girir sahəyə uca. Bu gəlir girir bu sahəyə. Bu sahəyə girdi, buranı qırdı bu. Görək yalançı idi mı bu qırılma? Aşağıda bura bomboşdur, bu nətər ola bilər? Bunlar belə rahat versinlər onlara. Getdi biz, birin 150-ni buradan açım. Təsdiq alsam birini də açaram.
Nə fikirləşirsiniz millət? Fikirlərinizi aşağıda bildirin. Bir dənə təsdiq olsa bir dənə də açaram. 3000 dollar eləyə bilərik bu balansı bugün görək. Maraqlıdır, baxaq. Bizdə 150 dollar itirmişik, elə bil ki 41 qazanmışıq. 109 dollar minusumuz var da, допустим, elə çıxır ki. Bir dənə də 150 dollar. Bu artıq 2 dəqiqə müddətinə. Bunlar məni allatdılarmı, yoxsa mən düz fikirləşirəm uşaqlar? Bax, budur mənə maraqlı olan. Görün, mən bunlarla ayaqlaşa bilirəm ya yox. Bunların fikirləşə bilirəm ya yox. Bu rəqəmlər önəmli deyil. Baxmayın buna. Görürsünüz, bayaqdan mən sizinlə danışıram və ancaq gedişatdan. Pul söhbəti getmir burada, ümumiyyətlə. Pulu qoyun bir kənara, iş görün. İşlə məşğul olun. 2 dəqiqə açmışam ki, eyni vaxta bağlansınlar. Çünki fərqli time frame-də açsaydım, çünki o birisinin vaxtı ucu 1 dəqiqə gedib, mən fərqli time frame-də açsam, bu bağlanacaq, bu bağlanana kimi ola bilsin ki, hansısa bir impuls falan artıq gecikmə baş verə bilər. İndi gözləyək uşaqlar, görək əməliyyatın axırı necə olur. Deməli, bizdə evro-dollarda da əməliyyat 1 dəqiqə o birisinə qalıb, 53 saniyə o birisinə qalıb. 2 dənə əməliyyatımız var. Dumbul kimi, belə deyək, 123 dollar pul verəcək bizə. 2 əməliyyata 226 dollar pul verəcək bizə. 2 dənə əməliyyata. Bu çox gözəl bir gəlirdir uşaqlar. Xeyirlə çıxacaq bu günləri. Çox gözəl bir xeyirlə çıxacaq. Az qalıb artıq əməliyyatımıza bir güclü bir manipulyasiya olmasın inşallah ki, görək. Eləməyin də, eləməyin belə şeylər. Oy oy oy. Fikir verirsiniz. 15 saniyəlik time frame-dir uşaqlar. 4 dəqiqəlikdə də bu hadisələr baş verir. Sadəcə yavaş-yavaş baş verir. Burada tez baş verir. Amma qrafiklər hamısı eynidir. Fraktalni qrafiklər, hamısı fraktalni işləyir. Uyday, uşaqlar, bu əməliyyata məncə like düşür bir dənə. Çünki biz bunu çox gözəl açdıq axı. Çox möhtəşəm idi. 3000 dollar uşaqlar, 3000 dollar pul elədik, vəsə. Yaxşıdır bizdə, yaxşıdır. Bizdə hələ burada gələn videoda bunlardan da istifadə eləyərik yenə. Fikirlərinizi yazın. Necədir sizin üçün belə videolar uşaqlar? Elə bu dəqiqə yaz. Çünki videonun axırında yadımdan çıxacaq. Elə bu dəqiqə yaz, fikrini bildir, sonra videoya baxmağa davam elə. Növbəti videolarda görüşərik. Brokerin linki aşağıda uşaqlar. Nə sualınız varsa, Trading Akademiya, nə bilim, ürəyiniz nə istəyir, yaza bilərsiniz. H4FX Instagram kanalımız aşağıda, Milyoner siz şəxsi inkişaf kanalımız aşağıda. Oldu uşaqlar. Növbəti videoda görüşmək üzrə, hələlik.